Fotoqrafiya həmişə maraqlı olub. Videokameralar çıxdıqdan sonra belə güman edilirdi ki, fotoqrafiyaya olan maraq sönəcək. Amma indi hətta 3D, 4D texnologiyanın olduğu bir dövrdə belə fotoqrafiyaya olan maraq azalmır. Bəlkə elə buna görədir ki, hər bir telefonun üstündə, mobil telefonun üstündə belə videokamera var. Bu da ona görə fotoqrafiyanın bizim həyatımızın ayrılmaz bir hissəsidir. Mobil telefondan danışmışkən, mobil telefonlarda kameraların olmasına baxmayaraq, yenə də profesional fotoaparatlara olan maraq da azalmır. Bunun izahı çox sadədir. Biz mobil telefonla bir şəkil çəksək və həmin şəkli hətta eyni megapikselli zəif bir fotoaparatla çəksək, bunun arasında fərq olduğunu görəcəyik. Bu fərq onların optikalarında olan fərqdən irəli gəlir. Digər tərəfdən profesional fotoaparatı həvəskar fotoqrafa versək, o şəkil çəksə və həmin fotoaparatla peşəkar fotoqraf şəkil çəksə, bunların da arasındakı fərq o dəqiqə görünəcək. İkinci halda isə fərq o fotoaparatı işlədən adamın bacarığından irəli gəlir. Həvəskar fotoqrafın isə profesional kimi çəkməsi üçün onun əlində olan fotoaparatın texniki imkanları kifayət deyil. Onun nəzəriyyəsini də bilmək gərəkdir. Mən indi o nəzəriyyədən danışacağım. Fotoqrafiyada iki cür yanaşma var. Bir onun texniki tərəfi, bir də kompozisiya tərəfi. Mən sizə fotoqrafiyanın sırf texniki tərəflərindən danışacağım. Fotoqrafiya işıq ilə çəkirəm deməkdir. Fotoqrafiyadan danışarkən gərək əvvəlcə işıqdan danışaq. Mən indi sizə fotoqrafiyanın əsas qanunu haqqında danışacağam. Tutaq ki, müstəvidən L məsafəsində bir işıq mənbəyi yerləşdirilir. Qəbul edək ki, bu nöqtə bir işıq mənbəyidir. Bu işıq mənbəyi müstəvi üzərində hər hansı bir dairə cızacaq. Yəni, onun saldığı işığın cızdığı dairənin radiusu R olsa, onun sahəsi πr kvadratı olacaq. İndi həmin o müstəvini bu işıq mənbəyindən 2 dəfə uzaqlaşdırsaq, yəni ki, L var idi, L qədər də uzaqlaşdırsaq, 2L məsafəsində yerləşən müstəvi üzərinə həmin nöqtəvi işıq mənbəyinin saldığı işıq artıq 2R radiuslu dairə cızacaq. Yəni, radius 2 dəfə artdığına görə dairənin sahəsini ölçsək, artıq R-in yerinə 2R dayanır. Deməli, dairənin sahəsi olacaq 4πr kvadratı. Baxın, biz nə aldıq? Müstəvini işıq mənbəyindən 2 dəfə uzaqlaşdırmaqla işıq mənbəyinin ora saldığı işığın cızdığı dairənin radiusu 2R oldu və o dairənin sahəsi 4 dəfə artdı. Deməli, işıq 4 dəfə böyük sahəni işıqlandırdı. Amma bununla belə həmin o nöqtəvi işıq mənbəyinin emissiya etdiyi fotonların sayı artmadı. Bu o deməkdir ki, birinci müstəvidə hər hansı bir nöqtəni götürsək və ikinci müstəvidə uyğun nöqtəni götürsək, birincidəki nöqtəyə düşən işığın miqdarı ikincidən 4 dəfə çox olacaq. Deməli, həmin o işıq 4 dəfə artıq sahəyə səpələndi. Və buna intensivlik desək, intensivliyin tərifi əslində mürəkkəbdir, biraz optikadır. Bizə sadəcə olaraq hər bir nöqtəyə düşən işığın miqdarı kimi başa düşsək, bizə kifayət edir. Onda deməli, biz fotoqrafiyanın başlıca qanununu alırıq. Bu qanun nədir? Deməli, səthə düşən işığın miqdarı işıq mənbəyinin bu səthdən məsafəsinin kvadratı ilə tərs mütənasibdir. Nə qədər uzaqlaşdırsaq onun səthdən, neçə dəfə uzaqlaşdırsaq, həmin o uzaqlaşmanın kvadratı qədər də o səthdə intensivlik aşağı düşəcək. İndi fotoqrafiyanın hansı texniki əsaslara söykəndiyindən danışmaq istəyirəm. Bu gördüyünüz ştativdir. Ştativ nə üçündür? Yəqin ki, çoxsu bilir. Bilməyənlər üçün deyirəm ki, ştativ onun üstündə duran fotoaparatın tərpənməz durub çəkiliş aparmasını təmin etmək üçündür.
İndi bu ştativə biraz mücərrəd baxsaq, onun üstündəki fotoaparat özündə fotoqrafiyanı təcəssüm edəcək. Ştativ isə fotoqrafiyanın özünün dayandığı əsasları ifadə edəcək. Bu əsaslar hansıdır? Bunun birincisi aperturadır. İkincisi fotoaparatın çəkim sürətidir. Üçüncüsü isə onun ISO sürətidir. İndi bu hər üç faktor haqqında ətraflı danışacaq. Bayaq dedik ki, fotoqrafiyanın əsaslarını, onun dayandığı üç ayağı apertura, çəkim sürəti və ISO sürəti təşkil edir. Bunların içində ən mürəkkəbi apertura olduğu üçün onun izahından başlamaq istəyirəm. Aperturanı izah eləməmişdən əvvəl aperturanın ölçü vahidini izah eləmək üçün gərək fokus məsafəsi anlayışı verir. Fokus məsafəsi biraz optikada hər linzanın fokus məsafəsi var. Daha optikada fokus məsafələri bir neçə dəfədir. Var linzanın xarici fokus məsafəsi, daxili fokus məsafəsi, çarpaz fokus məsafəsi və s. Biz isə fotoqrafiyada bir fokus məsafəsindən danışırıq. Fokus məsafəsi deyəndə bir şey başa düşürük. Onu indi göstərəcəm. Baxın, bu işıqlar gəlir obyektivin üzərində, gəlir, düşür, obyektivin içinə daxil olur. Burada çoxlu linzalar var, linzalar qruplar şəklində olur. Tərənin öz funksiyası var. Bu işıq gəlir, əyilir və sonunda gəlir bir nöqtədə kəsişir. Kəsişir və ondan sonra gedir sensorda şəklin tərs forması alınır. Həmin o kəsişmə nöqtəsinə konvergensiya nöqtəsi deyilir. O konvergensiya nöqtəsindən sensora qədər olan məsafəyə həmin obyektivin fokus məsafəsi deyilir. Baxın, burada məsələn 28 mm-lik obyektivdir. Bu fokus məsafəsi obyektivin üzərində yazılır həmişə. Əslində, obyektivi fokuslandıranda, yaxındakı predmetlərə fokuslandırdıqca o fokus məsafəsi dəyişir. Lakin bu yazılan fokus məsafəsi həmin o məsafənin son nöqtəsidir. Yəni ki, obyektivi sonsuzluğa fokuslandıranda o fokuslandıran linza gəlib hansı yerdə dayanırsa, onda konvergensiya nöqtəsindən sensora qədər olan məsafə məhz həmin obyektivin fokus məsafəsi adlanır. Ona görə də yazanda bəzən yazırlar ki, sonsuzluqdan gələn şüanın linzanı kəsib keçəndən sonra kəsişmə nöqtəsindən sensora qədər olan məsafəyə fokus məsafəsi deyilir. Fotoqrafiyada fokus məsafəsi deyəndə məhz bu məsafə başa düşülür. İndi isə aperturanın izahına keçirik. Götürüb əgər linzanı baxsanız obyektivin içində görəcəksiniz ki, orada belə pərdələr kimi üst-üstə yığılmış, bu şəkildə gördüyünüz kimi belə bir element görəcəksiniz. Bunlara ingiliscə blade də deyilir, Azərbaycanca isə onu ülgüc mənasını verər və apertura halqasını fırlatdıqca görəcəksiniz ki, onun daxilində qalan çevrə kiçilir və böyüyür. Həmin bax, bu çevrənin kiçilib bölünməsi ilə o çevrədən keçən şüaların miqdarı artır, gedib sensora çıxan işığın miqdarı artır və azalır. Deməli, biz götürürsək obyektivi baxsaq, həmin o diagonal çəksək, bax, bu açıq yerdən bir diagonal çəksək, bu diagonalın fokus məsafəsinə nisbətinə deyirlər diafragmal ədəd. Həmin diafragmal ədəd ilə aperturanı xarakterizə edirlər. Apertural açıqlığını və yaxud da bağlı olmalıdır. Deməli, aydındır ki, bu bağlandıqca düşdüyü işıq zəifliyi azalacaq, açıldıqca işığın miqdarı artır. Adətən bu diagonal fokus məsafəsindən kiçik olur həmişə. Ona görə də baxın, bu diagonalın, bu mərkəzdəki açıq çevrənin diagonalının həmin bu fokus məsafəsinə nisbətinə baxsaq, o həmişə vahiddən kiçiyə də olur. Ona görə onu bir bölünsün kimi yazılır. Məsələn, fokus məsafəsi 50 mm olan obyektivin diafragması 25 mm açılıbsa, deməli, onun diafragmal ədədi 2/1 olacaq.
və yaxud da ki 12,5 mm açılıbsa, diafraqma ədəd 4də 1 olacaq. Və diafraqmal ədəd hər dəfə açdıqca o nisbət ki, işığın azaldır miqdarını, fotoqrafiyada hər bir artım və hər bir azalma ölçü vahidində 2 dəfə ilə ölçülür. Daha xəttdə ölçülmür. İşığın miqdarı onu 2 dəfə artırır, 2 dəfə azaldır. Hansı bir sürətsə 2 dəfə artırıb, 2 dəfə azaldır. İndi ona görə də bizə lazımdır ki, sensora çatan işığın miqdarını biz 2 dəfə artıraq, 2 dəfə azaldır. Amma diafraqman isə biz 2 dəfə açsaq, bayaq dediyimiz əks kvadratlar qanununa görə bizim diaqonalımız 2 dəfə artıcı, sözsüzdə radius ayrılmasında 2 dəfə artır və sahəmiz 4 dəfə artır. 2 dəfə azaldığında diaqonalını sahəmiz 4 dəfə azalacaq. Yəni ki, düşən işığın miqdarı 4 dəfə azalır. Bizə lazımdır ki, 2 dəfə ilə idarə edək. Ona görə diafraqmanı 2 dəfə açıb, 2 dəfə bağlamırlar. Diafraqmanı kök altı 2 dəfə açırlar ki, onun kvadratı artıq 2 olsun ki, düşən işığın miqdarı 2 dəfə artsın. Və yaxud da ki, azaldığını da 2 dəfə azaldılar, 2 dəfə alınır. Ona görə diafraqmal ədədlər, baxın, belə yazılır. Baxın, 2,8. Bundan əvvəl gələn ədəd 2-dir. Ondan əvvəlki 1,4-dür. Əslində, bu irrasional ədəddir də. Onu sadəcə olaraq verildən sonra bir rəqəm saxlayırlar, deyirlər 1,4. Yükətdə 2-dir. Sonra ondan böyük diafraqma olur 2. 1 bölünsündür də. Ondan sonra 2,8 əslində kiçikdir. Diafraqma kiçikdir. Diafraqma ədəd böyüdükcə diafraqma daralır. 2,8 sonra bunu yəni kök altı 2-yə vururuq, alırıq 4. Sonra kök altı 2-yə vururuq 5, 16. Yəni kök altı 2-yə 8 fikir verirsiniz. Əslində bununla bunun arasındadır 2-lər fərq. Burada kök altı 2-lər deyəmdir. Burada yenə kök altı 2 təqribi olaraq 11 yazırlar, sonra 16, sonra 22 belə ki, artır gedirlər. Və diafraqmal ədədlər fotoqraflar bunu artıq əzbər bilir. Bunu bir bölüsünü yox, artıq F ilə yazırlar. İndi siz də işlətdikcə siz artıq əzbər biləcəksiniz hansı ədəddən sonra hansı gəlir. Diafraqma barəsində bu qədər. Biz indi aperturadan danışdıq. İndi isə keçək fotoqrafiyanın ikinci ayağına. Bu çəkim sürətidir. İndi çəkim sürəti haqqında danışacağıq. Fotoaparatın düyməsinə basarkən müəyyən bir hadisə baş verir. Bu hadisə çəkilişdir. Bu çəkilişin müddətinə də çəkim sürəti deyilir. Bu çəkiliş necə baş verir? Sensorun qarşısını 2 dənə pərdə kəsir. Bu qırmızı birinci pərdədir. Biz düyməni basarkən pərdə çəkilir kənara, sensor açılır. Bu vaxtda sensor işıq tərəfindən ekspozisiyada qalır. Bu müəyyən bir kiçik anda baş verir. Sonra şəkil 3-ə baxsanız görürsünüz ki, artıq ikinci pərdə örtüb sensorun üstündə. Bax, bu birinci pərdənin açılması ilə ikinci pərdənin gəlib sensoru örtdüyü müddət çəkim sürətidir. Burada sürətdən çox ona çəkim anı demək yaxşı olar. Çünki bu zaman göstəricisidir əslində. Bu saniyənin bir hissəsində baş verir. Gəlin fotoaparatın içində bu funksiyanı yerinə yetirən pərdələrə baxaq. Soldakı şəkildə köhnə aparatdır. Bu aparatlarda lent taxılırdı və lentin qarşısını həmin o pərdələr kəsirdi. Burada baxsaq görəcəksiniz, iki pərdənin arasındakı boşluq. Burada pərdə görünür. Çəkiliş vaxtı pərdə açılır, biri, ikincisi gəlib onun üstünü örtür. Bu zaman lenti işıq düşür və işığın təsirindən onun üzərində müəyyən kimyəvi proseslər gedir və şəklin negativi lentin üzərində həkk olunur. Sağda isə müasir rəqəmsal aparatın pərdələri göstərilmişdir. Altdakı tünd pərdədir, üsttəki birinci pərdə, altdakı ikinci pərdə. Burada çox böyük sürətlərdə mexaniki vasitə ilə paralel həm də elektron vasitədən istifadə olunur.
tutaq ki, 1000-1 saniyənin sürətini və daha yuxarı sürətləri almaq üçün artıq mexanikadan əlavə həm də sensora gələn elektriklə bu sürətlər alınır. İndi çəkim sürətinin ölçü vahidlərinə baxaq. Bütün ölçülər 2-nin dərəcələri kimi olduğu kimi fotoaparatda çəkim sürəti də 2-nin dərəcəsi qədər artır və azalır. Ona görə burada çəkim alanı desəm daha yaxşı başa düşülər. Baxın, bu saniyənin 1/4-idir, birincisi. İkincisi 8/1 daha qısa müddətdə çəkiliş aparılır. 4/1 ilə 8/1 arasında bir stop fərq yaranır. Bu hər bir atma bir stop deyilir. 8/1-dən sonra 16/1 gəlməlidir, 15/1 yazılır. Sonra yenə də onu 2-yə bölürük, 30/1, 60/1. Burada 120 olmalı, demək 125 alınır artıq. Bu hər dəfə 2-nin dərəcələrini sadə yadda saxlamaq üçün belə ədədlərlə yazılır və həm də çalışırlar ki, sonunda 1000 alınsın və 1024 alınmasın. Ona görə belə gedir: 8, 15, 30/1, 60/1, 125, 250, 500, 1000, 2000/1. Bu çəkim sürətləridir. Çəkim sürəti də əslində diafraqma kimi sensora çatacaq işığın miqdarını azaldır. Deməli, 4/1 və 8/1 arasındakı bir stop fərq var. O, düşən işığın miqdarını 2 dəfə azaldır artıq. Eyni ilə 8/1 ilə 15/1 də və ilə axır. İndi çəkim sürəti ilə diafraqma arasında da asılılıq var ki, diafraqma da axı sensora çatan işığın miqdarını azaldırdı, çəkim sürəti də azaldırdı. Ona görə onların arasında belə bir asılılığı var, bunu cədvəl şəklində vermək olar. Bu yuxarıda diafraqmalar göstərilir, diafraqmal ədədlər. Bunların hər birinin arasında bir stop fərq var. Yuxarıdan da aşağı sütunda çəkim sürətləri göstərilir. Diaqonallara da görürsünüz, eyni rəngdə rənglənib. Yəni ki, mən 30/1 saniyəni götürüb 2 diafraqma ilə çəksəm, düşən işığın miqdarı 2/1 saniyə ilə və 8 diafraqma ilə çəkdiyim işığın miqdarı ilə eyni olacaq. İndi belə bir sual meydana çıxa bilər ki, əgər mən həm diafraqma ilə, həm çəkim sürəti ilə işığın miqdarını idarə edə bilirəmsə, bəs nəyə görə 2 dənə parametr var? Bunu elə biri ilə idarə etmək mümkün olmazdı mı? Burada başqa bir yanaşmaya baxmaq lazımdır. Diafraqma özlüyündə işığın miqdarı ilə yanaşı həm də fokusun dərinliyini idarə edir. Fokusun dərinliyi haqqında mən fokus mövzusunda ayrı söhbətim olacaq, orada daha ətraflı danışacağım. Burada sadəcə olaraq deyim ki, biz çəkdiyimiz obyektin fokusla olan ən yaxın və bizdən ən uzaq məsafəsi arasında fərq həmin o fokusun dərinliyini göstərir. Əlbəttə ki, çəkdiyimiz obyektin çalışırıq ki, çox hissəsini fokusda saxlayaq və fokusun dərinliyini artıraq. Onda biz diafraqmanı bağlamalı oluruq. Yəni ki, diafraqmal ədədi böyütməli oluruq. Diafraqmal ədədi böyüdəndə də ekspozisiyanın istəyirsə dəyişməyək, yəni düşən işığın miqdarını dəyişməmək üçün məcbur oluruq ki, çəkim anını uzaldaq. Yəni çəkim sürətini artıq azaldaq. Çəkim sürətini azaldanda da işığın miqdarı artır, lakin ikinci problem meydana çıxır ki, biz çəkdiyimiz obyekt tərpənə bilər, onda o tərpəniş kadra düşür, o da yayılma yaradır. Ondan əlavə əlimizdə fotoaparat tutub çəkiriksə, əlimiz də tərpənə bilər, yenə də şəkildə yayılma yarana bilər. Ona görə baxın, bu çəkim sürəti ilə diafraqma arasında çəkilişdən asılı olaraq bizə lazım olan rəqəmləri alırıq və o rəqəmlərlə konkret çəkiliş üçün o rəqəmlər müxtəlif olur. O rəqəmlərlə idarə edirik. Tutaq ki, portret çəkəndə müəyyən diafraqma var ki, ondan çox açmaq olmur diafraqmanı və çəkim sürəti də sözsüz ki, çəkdiyimiz obyekt makro çəkilişdə müəyyən çəkim sürəti qoymalı oluruq. Portret çəkəndə müəyyən çəkim sürəti qoymalı oluruq ki, ondan aşağı sürətini artıq
çəkmək olmur. Siz apertura və çəkim sürəti haqqında məlumat aldınız. İndi isə fotoqrafiyanın 3-cü ayağı olan ISO sürət barədə danışacağıq. ISO sürət sensorun həssaslığını göstərir. Əvvəlki iki parametr əgər fiziki xarakteristikaları göstərirsə, ISO sürət isə lentin üzərində çəkilən təbəqənin kimyəvi tərkibindən asılıdır. Rəqəmsal aparatda isə sensorun həssaslığını göstərir. Bu sensorun işığa necə reaksiya verməsini göstərir. Yəni ki, işıq zəif olanda aşağı işığı çəkmək üçün biz ISO sürəti artırırıq. Bununla da müəyyən bir şəraitdə işıq olmayan yerdə şəkil çəkmək imkanını əldə edirik. ISO sürətinin də bir stopu yenə də 2 dəfə artmaq deməkdir. 50, 100, 200 bunlar artdıqca sensorun həssaslığı artır. Amma bunlar artdıqca sensorda əlavə küy də yaranır. Sensor daha xırda işıqlara başlayır reaksiya verməyə. Təsəvvür edin ki, elə şəraitdir ki, biz məcburuq diafraqmanla bağlayıb çəkək və əlimizdən çəkdiyimiz üçün çəkim sürətində 100% saniyədən aşağı verə bilmirik ki, əlimiz istər-istəməz tərpənəcək, o manişli tövləmizdə. Onda artıq işıq zəifdirsə, əlavə işıq mənbəyi yoxsa məcbur olub ISO-nu artırırıq. ISO-nu ən son məqamda artırırıq ki, başqa çıxış yolu olmayanda. Bax, bu şəkillərə baxsaq görürsünüz, ISO 100-dəki şəkil, ISO 800-dəki və ISO 1600-dəki şəklə baxsaq, bunların arasında görürsünüz ki, küylər artı gedir. 1600-də ən çox küy var. Bax, bu ISO artırmağın mənfi cəhətidir. Beləliklə, bugünkü mövzumuz sona yetdi. Bugün sizə fotoqrafiyanın əsasını təşkil edən 3 dayaq haqqında danışdım. Biri aperturadır, diafraqmal ədəd, ikincisi çəkim sürəti və yaxud da çəkim anı, üçüncüsü isə ISO sürətdir. Həmçinin fokus məsafəsi və fokusun dərinliyi haqqında məlumat verdim. Və ən başlıcası əks kvadratlar qanununu öyrəndik. Sağ olun, qulaq asdığınıza görə çox sağ olun.